Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün sizə 19-10-2025-ci ildə dəyər kurslarına keçirdiyi buraxılış sınaq imtahanının izahını verəcəm. Bu video izahımızda 10-cu siniflərə aid olan testlərin izahı veriləcək. Gəlin suallarımıza baxaq. Burada bildiyimiz kimi listening elə bir şərait yoxsa dinləmə mətnini burada dinləyək. Birbaşa burada sualların cavablarını deyəcəm. Dinləmə mətninin suallarının cavabını deyəcəm. Birinci sualda burada bizdə mətnin əsas ideyasını, yəni mətnin nədən söhbət getdiyini soruşur. Sual 1-də orada texnologiyanın gündəlik həyatımızda rolundan danışırdı. Düzgün cavabımız olacaq burada C variantı. Baxırıq ikinci sualımızda. What's one of the benefits of technology for families? Burada deyir ki, ailələr üçün texnologiyanın bir faydası nə idi? Orada 2-3 dənə şeyin adını çəkir. Yəni bir də burada nə idi? A variantı idi. It helps them stay close through calls. A variantını orada nə edir? Deyir. Düzgün cavabımız olacaq burada nə? A variantı. Üçüncüdə isə cümləni tamamlağı istəyir. Əslində burada mənfi mənalı cümlələr çıxanda nə qalır? Bizdə də bir dənə müsbət mənalı cümləmiz qalacaq. Orada düzgün cavabımız qalır nə? A variantı. Deyir, people cannot call each other in other cities. Əslində niyə olmuş ki, telefonun belə açmasında dünyanın o bir başından o bir başından danışmaq olur. B variantımız yanlışdır burada. No one can download apps anymore. Bu da yanlışdır. Əksinə nə edə bilirlər? Endirə bilirlər. Families never use email for work. Bu da yanlışdır. Yəni elə bir şey yox idi orada. Əslində edirlər. Students do not have website to read. Bu da yanlışdır. Mənfi mənalı cümlələri avtomatik çıxanda bir də müsbət mənalı cümləmiz qalır. O da nədir? A variantıdır. Dördüncü sualda mətnə uyğun düzgün və səhv cavabları seçəcəyik. Student can use cell phones, tablets and computers to study. Bu da A variantımız doğrudur. Social media is not popular with teens. Bu da yanlışdır. False olacaq burada. Teachers may use charts, images or poster to explain new words. True. Spending too much time on cell phone can be fun and health. Bu da yanlışdır. Əslində deyir ki, çox vaxt keçirmək sağlamlığa ziyandır. Burada ona görə false olacaq. 1A, 2B, 3A, 4B. Baxaq 5-ci sualımıza. Burada bizdən nə istəyir? Compounddan istəyir, yəni mürəkkəb isimləri istəyir. Baxaq, görək. Düzəltmədir, B olmaz. Burada congregation'a görə C variantı çıxdı. Tak, audience sadə olduğuna görə D variantı çıxdı. Burada atmosferə görə çıxır B variantı getdi. Düzgün cavabımız qaldı nə? Hər ikisində mürəkkəb olan söz A variantındadır. Uncountable noun istəyir. Belə işlənmiş cümlədə də. Yəni ki, variantların hər hansında, yəni belə sıralamada variantların içində nə verib? Sayıla bilən isim verib. Sayıla bilən isim olan variantları avtomat çıxırıq. Nə qalır bizə? Variantımız qalır. Bir də station sözünə görə çıxır. Store sözünə görə çıxır. Partner sözünə görə çıxır. Hero sözünə görə çıxır. Düzgün cavabımız qalır nə? Hər ikisi traffic wisdom. Bunlar hər iki nədir? Sayılmayan isimdir. Ona görə düzgün cavabımız qalacaq nə? A variantı. Burada isə choose a line of nouns in plural. Burada isə bizdən cəm isimlər istəyir. Bilək ki, elm fənnin adları nədir? Sayılmayan isimdə həmişə nədə işlənir? Təkdə işlənir, A variantı olmaz. Class istər şüşə mənasında, istər stəkan mənasında işlənsin. Burada təkdədir, B variantı olmaz. Ox təkdə olduğuna görə D variantı olmaz. Sock təkdə olduğuna görə Y variantı olmaz. Hər ikisində işləmiş cəm ismi hansıdır? C variantı. 8-ci solda positive case. Bizdən nə istəyir? İsimin yəli çalın istəyir. Apostrof S-dən sonra ayıncılı fe'l gəlib. Baxaq görək, bunun gerund olma ehtimalı var ya yox. Burada görək ki, cümləmizdə xəbərimiz yoxdur. Xəbərimiz yoxsa deməli nədir? Elə burada bir özü xəbərdir. Burada xəbərin özü budur. Yenə burada verb gəlib özündən sonra apostrof S-dən sonra deməli yəli çalı deyir. 2 də ola bilməz. 3-də hər şey qaydasında apostrof S-dən sonra isim gəlib. Xəbərimiz də var. 3 doğrudur. Yəni yəli çaldı. 4-də də hər şey qaydasındadır. Old bike, mübtədə apostrof S-dən sonra isim var, xəbərimiz var, hər şey qaydasındadır. 4 dənədir, düzgün cavabdır. Cavab qalacaq 3, 4, D variantı.
9-cu sualımız article mövzusuna aid olan sualdır. Biz bilirik ki mostdan sonra birbaşa isim gəlibsə, mostun qarşısında z artiklı ola bilməz. Burada boşluq olacaq. Aydındır. İkinci tərəfdə mostdan sonra sifət və yaxud da sifət plus isim varsa mütləq qarşısında nə olacaq? Z artiklı olacaq. Ona görə birinci tərəfdə boşluq, ikinci tərəfdə z qalan variantımız olacaq nə? D variantı. Bilirik ki, ölkə və şəhər adlarının qarşısında biz nə işlətmirik? Z artiklı işlətmirik. They were taken to England from. Hər ikisində ölkə adıdır. Hər ikisində boşluq olacaq. England train hər ikisində ölkə adı olduğuna görə biz ölkə və şəhər adlarının qarşısında nə işlədə bilmirik? Z artiklını işlədə bilmirik. Ona görə düzgün cavabımız qalacaq burada nə? B variantı. 11-ci sualımıza baxırıq. Birinci tərəfdə boşluqdan sonra nə verib? İsim verib, salimən isim verib. İkinci tərəfdə boşluqdan sonra heç nə yoxdur. Baxırıq. Those cəm isimlə işlənən işarə əvəzlərdə avtomatik A, C variantı gedir. Baxırıq. Burada you var. You varsa yourself verə bilmərik burada. Ona görə B variantı gedir. Y variantında yenə this birinci tərəf verə bilər, amma himself var burada. Verə bilmərik bunu, çünki you var. Biz deyirik ki, qayıdış əvəzlikdən nəyə uyğun istifadə edirik? Qayıdış əvəzliyindən istifadə edirik cümlədə işlənmiş mübtədaya uyğun. Əgər mübtədamız orada you'dursa, biz orada ya yourself verməliyik, ya yourselves. Digər heç bir qayıdış əvəzindən istifadə edə bilmərik. Ona görə düzgün cavabımız qalacaq burada nə? D variantı. This bir də yourself. 12-ci sualımıza baxırıq. Boşluqdan sonra nə gəlib? İsim gəlib. Düzdür? Bizə nə lazımdır deməli burada? İsimlə işlənən yəlik əvəzliyi. A variantı ona görə gedir ki, it apostrofesi nə deməkdir? It is. Aydındır. Ona görə A ola bilməz. Hers isimsiz işlənən yəlik əvəzliyidir. Ours'dan sonra isim gəlmir. Theirs də nədir? İsimsiz işlənən yəlik əvəzliklərdir. Ona görə düzgün cavabımız qalacaq burada nə? C variantı. Boşluqdan sonra sailmən isim gəlib. Sailmən isim gəlibsə bizə nə lazımdır? Sailmən isimlə işlənən nə lazımdır? Quantifiers lazımdır. Elotumuzun ofu yoxdur. A variantı getdi. Few'dan sonra cəm isim gəlir. Few'dan sonra cəm isim gəlir. Men'dən sonra cəm isim gəlir. Düzgün cavabımız qalacaq nə? D variantı. Masdan sonra bilirik ki, nə gəlir? Sailmən isim gəlir. Baxaq neçənci sualımıza. 14-cü sualımıza baxırıq. Wait nədir? Burada nədən söhbət gedir? Choose a correct word. Burada düzgün bizdən nə istəyir? Sözü boşluğa qoymaq istəyir. Measure of how heavy something is. Yəni nəyinsə ağırlığından söhbət gedir. Çəkisindən söhbət gedir. Ona görə burada nə qalacaq? A var. Length nə idi? Uzunluqdan söhbət gedir. Width burada nə idi? Genişliyindən söhbət gedir. Size ölçüdür. Height nə olacaq? Hündürlük. Ona görə düzgün cavabımız qalır. Bu da nə? A variantı. On 15-ci sualımıza baxırıq. Burada nədir? Sözləri verib, burada definitionları da verib, deyir uyğunlaşdırın. Yəni sözlərin definition tapın. Project nə idi? Layihə. Deməli birə gələcək burada nə? B variantı. A piece of planned work. Bir gələcək B variantı. 2-də görə nədir? Identity. 2-yə nə gələcək burada? Deməli who a person is. 2-yə gələcək C variantı. İşte hobby də bildiyimiz hobbydir. Orada nə gələcək? Deməli an activity that you do for pleasure. 3-də də olacaq A variantı. 1B, 2C, 3A. Deməli burada nə qalır? Qalır 1B, 2C, 3A, D variantı. 16-cı da bizdən nə istəyir? 16-da da bizdən konkret istəyir sinonimlər cütü. Birbaşa bunu deyə görə burada sinonimlər cütü hansıdır? Aydındır. Burada hurricane olacaq. Bir də nə olacaq? Tornado. Bunlar hər ikisi nədir? Tufan, qasırğa deməkdir. Hər ikisinin bir-bir nədir? Sinonimdir. Düzgün cavabımız olacaq burada nə? B variantı. 17-ci sualımızda yenə də altına xətt çəkilməsinin nəyi istər? Opposite meaning deyirsə nə istər bizdən? Opposite meaning deyirsə bizdən bunun deməli antonim istəyir. Limit olmaz son nöqtə. Qurtarış deməkdir. Finish yenə qurtarmaq olmaq, yəni son yekun. Beginning olacaq başlanğıc. Start nə olacaq? Başlanğıc.
başlamaq, başlanğıc. Ona görə 3 ilə 4 nə olacaq? End sözünün opposite meaning, yəni antonim olacaq. 18-ci sualımıza baxırıq. Read the short text and answer questions. Bu da 18-dən 20-yə qədər nə olacaq? Deməli, short textlər 3 dənə short text verib, bunları oxuyub cavabları tapırıq. Please note that the school library will be closed on. Burada nə deyir? On Wednesday for new book arrivals and organization. Students should return their books before Wednesday morning. Thank you for your cooperation. Burada deməli, to give about reading habits, burada advice, yəni kitab oxumaq vərdişləri haqqında məsləhət verməklə bir şey yoxdur. Inform parents about health issues at school. Məktəbdə sağlamlıq problemi haqqında valideynləri məlumatlandırmaq ilə bir şey yoxdur. Announce a school holiday on Wednesday. Məktəb tətili haqqında heç bir aidiyyatı yoxdur. To invite parents to meeting in the library. D variantı burada heç bir aidiyyatı yoxdur. To remind students to return books before Wednesday. Bəli, düzgün cavabımız buydu. Uşaqlara xatırlatırdı ki, yəni çərşənbədən öncə kitablarını neynəsinlər, qaytarsınlar. 19-cu suala baxaq. I left my English project file in the library yesterday. Did anyone see it? It has my name, Daniel, on the cover. Yəni orada nə edib? İngilis dilinə aid faillərini itirib, layihə planını itirib və belə deyək, üzdüyündə nə var? Öz adı qeyd olunub. Daniel adı üzərində qeyd olunub. Please let me know if you find it. Thank a lot. Yəni deyir ki, məni məlumatlandırın, əgər onun haqqında belə deyək, kimsə onu tapsa, indidən təşəkkür edir. Daniel wants to know who borrowed his book. Elə bir şey yox idi orada. Daniel forgot to write his name on the project. Əslində adını yazmışdı. Burada qeyd edir. İkinci cümlədə qeyd edir ki, adını yazıb üzərində sadəcə nə etmək lazım? Tapanı deyir ki, qaytarsın. Daniel is asking if anyone has found his project file. Bax, elə düzgün cavabımız qalacaq burada nə? C variant. Daniel wants to return a file to. Burada nə yazıb? To the library. Elə bir şey yox idi. Daniel is looking for English teacher notes. Burada deyir İngilis dili nə idi? İngilis dili müəllimi qeydlərini axtarırdı. Xeyr, elə bir şey yox idi. Düzgün cavabımız qalır burada nə? C variantı. Burada da mətnə uyğun bizdən düzgün cavab istəyir. Thank you very much for the birthday present you sent me. Burada əmisinə təşəkkür edir. Nəyə görə? Ona ad günü hədiyyəsinə görə. I really like the watch and I will wear it every day. Yəni çox xoşlayıb ki, nədir? Hər gün bunu taxır. With love, yəni sevgi ilə, sevinclə taxıram, David. Burada deyir ki, əmisinin ad gününü təbrik elədi, heç bir aidiyyəti yoxdur. David doesn't like the watch. Saatı deyir xoşlamadı. Əslində saatı xoşladı ki, hər gün nə edirdi? Taxırdı. Sonra. David bought a watch for his uncle. Deyir əmisi üçün saat aldı, elə bir şey yox idi. Əksinə əmisi onun ad gündə nə eləmişdi? Saat almışdı. Dave asked his uncle to send another present. Deyir ki, əmisindən xahiş eləmişdi ki, digər bir hədiyyə göndərsin, elə bir şey yox idi. David thanked his uncle for a birthday gift. Düzgün cavabımız qalacaq burada nə? E variantı. Burada da böyük mətnimizdə sualları verib 21-dən 25-ə qədər. Aha. Burada da deməli, mətni tam oxumuram, vaxtımız getməlisin, birbaşa suallara baxacam. Birinci sualımızda deyir ki, mətnimiz nə haqqındadır? Atlet haqqında heç bir məlumat yox idi orada. Burada nədən söhbət gedirdi? Musiqinin həyatımızdakı rolundan, musiqinin faydalarından danışırdı. Baxaq görək. A variantı ola bilməz. Boys should never watch videos. Belə bir şey yoxdur. Əslində uşaqlar izləyirlər videoları. Music is an important part of teen life and culture. Bax, düzgün cavabımız elə burada budur. The history of pop and rock bands. Burada belə deyək, pop və rock musiqisi haqqında təkcə onlar haqqında söhbət getmirdi. Ümumi söhbət gedirdi nə? Musiqi haqqında. Burada da Danger Donald Apps, yəni musiqilərin endirmənin təhlükəsindən danışır. Heç bir aidiyyəti yoxdur. Düzgün cavabımız qalacaq burada nə? C variantı. Words written to be sung in a song.
Burada mahnı üçün yazılan sözlər nədir? Lyrics. Düzgün cavabımız olacaq burada B variantı. 23-də görək nə deyir? Choose the correct answer the questions. Deyir ki, suala uyğun düzgün cavabı seçin. Burada deyir ki, why does the passage say music can unite people? Yəni insanları deyir necə olur ki, birləşdirir? Burada da mətnimizin səhv eləmirəmsə sonuncu abzasında bu sualın cavabı var. Gəlin baxaq. It can also unite people from different culture because the song is understood everywhere. Understood everywhere. Baxaq. Məncə elə burada səhv eləmirəmsə B variantı cavab. Baxaq. Bəli, burada elə B variantında həmin o cavabı verir. Because the song is understood everywhere. Düzgün cavabımız da qalacaq burada nə? B variantı. At school students may. Bunun da cavabı harda var? Elə mətnin birinci cümləsində var. Gəlin baxaq. Yox, ikinci cümlədədir. Baxaq görək. İkinci abzasda. At school they may sing in a band or play instruments like a guitar or drum. Baxaq görək. Varmı bu cümlə? Listen to the radio watch the shows. Heç bir aidiyyəti yox idi. Play basketball or volleyball every day. Heç bir aidiyyəti yoxdur. Download app and chat with friends. Burada elə bir şey yox idi. Only write about history and geography. D variantda yanlışdır. Sing in a band or play an instrument. Düzgün cavabımız burada nədir? Y variantıdır. Deyir ki, mətnə uyğun düzgün cavabları seçin. Music reduce stress and keep students motivated. Bu var elə sonuncu cümlələrdə. Teens can join music clubs or write their own lyrics. Düzdür, bu da vardır mətndə. Gəlin baxırıq indi. Music is only from, burada deyir, musiqi təkcə əyləncə üçündür. Xeyr, elə bir şey yox idi. Əyləncəni formalaşdırır. Əyləncənin bir formasıdır deyir. Elə bir şey yox idi. Technology make music accessible for every, əksinə daha çox kömək edirdi. Burada less sözü var, mənfi mənalıdır. Zaten bunu çıxırıq. Gəlin baxaq. Deməli, burada düzgün cavabımız qaldı nə? 1-dən 2. Baxın, həmin o cümlələrin cavabı, sonuncu sualın cümlələrin cavabı. Bax, help students motivated. Baxın, biri buradadır. Aydındır. Colors and people understand music, it's also, baxın. Orada deyir ki, təkcə əyləncədir. Amma burada nədir? It's also education, tradition and communication. Baxın, yəni təkcə əyləncə üçün deyildi. Aydındır. Ona görə orada düzgün cavabımız elə sonuncu sualda da 1-dən 2 qaldı. Yəqin ki, hər birinizdə bu şəkil əsasında esseyi yazmışsınız. Sağ olun, özdən müğayət olun. İnşallah növbəti video izahlarımızda görüşənədək.